Evin hamamından tullantı suyu çıxır. Söhbət paytaxtın Biləcəri qəsəbəsi Rəşid İsmailov küçəsi bina 1, mənzil 3-dən gedir. 3 gündür burada kanalizasiya daşır, mənim evimdən qaynayır, çıxır. Bir səhər-səhər olur, bir də ki, axşam vaxtı olur, insanların evdə olan vaxtı. Yəni ki, işə gedən vaxtı, işdən qayıdan vaxtı. Onlar oradan suyu çəkəndə, onlar hamısı mənim evimdən qaynayır, çıxır. Da biz hər gün yuyuruq hamamı, ki, hamama girək, istifadə eləyək. Yenə də oradan yuxarıdan qonşu su buraxdı, yenə də həmin o vəziyyətə düşür. Tuğyə Kərimova iddia edir ki, bu vəziyyətin yaranmasına səbəb binanın qarşısındakı ağacdır. Hər il kökləri uzanan ağac onlara belə çətinlik yaradır. Burada ağacdır, bu ağacın kötükləri oradan girir kanalizasiyanın torbalarının içərisinə, tutub o torbaları və o su dala qayıdır və mənim evimdən qaynayır, çıxır. Hər il burada belə vəziyyət olur. Ağacın kökləri orada kanalizasiyanın içərisinə girir, gəlib oradan təmizləyirlər, gedirlər, kanalizasiya açılır, düzəlir. Mən 3 gündür bu vəziyyətdəyəm. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər xəbərə bildirildi ki, problem barədə Binəqədi Su Kanal İdarəsi məlumatlıdır. Əraziyə baxış keçiriləcək, tullantı su xətləri yoxlanılacaq, müvafiq işlər görüləcək. Nigar Polad, Nərmin Məmmədhəsənli, Kamran Mirzəyev, Xəzər xəbər.